Bəzi dindarların da belə xüsusiyyəti var. Gördüm də Kərbəlayıları, gördüm də həcciləri, gördüm də məşədiləri. Qardaş, nə gördün? Özdə məxsusən kimin yanında düşəndə və o insanlar ki, dini xoşlamır, onların xoşuna gəlmək üçün belə danışan insanlar var. Yəni, sanki öz dindarlığından utanır, xəcalət çəkir. Ona bildirmək istəyir ki, narahat olma, mən də sənin kimi düşünürəm, mən də sənin kimiyəm. O qədər özündə bir ruh düşkünlüyü var, o qədər öz gedəcəyi yolunu bəyənmir ki, onun yanında özünü qaldırmaq üçün başlayır. Gördüm də namaz qılanları, gördüm də hicablıları, gördüm də ki, sən bir dənə yaxşısını görmədin ki, hə? Nə oldu, hələ ham belə? Niyə xəcalət çəkirsən dindarlığından? Allah Quran-ı Kərimdə buyurur: "Həbbəbə ileykuməl imanə zeyyənəhu fi qulubikum." Allah bu dini zinətləndirdi, bu imanı zinətləndirdi. Din sənin zinətindir, səni gözəlləşdirir. Din xəcalətdir.